gün Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Yaradıcılıq Festivalı. Çox gözəl keçdi. Düşünürəm ki, çox vaxtında olunmuş bir tədbirdir. Bizim mütəxəssislər həm burada beynəlxalq təcrübə ilə bir araya gəlir, eyni zamanda yerli uğurlu layihələr, yerli təcrübəni paylaşmaq fürsəti əldə edirlər. Qlobal təcrübədə, yəni xarici ölkələrdə bu kimi tədbirləri görəndə onlayn olaraq qoşula bilirdi. Azərbaycanda olmağı və ilk dəfə böyük miqyasda olmağı bizi çox sevindirdi. Və bizim üçün də bu yenilikləri, bu maraqlı söhbətləri eşitmək çox vacibdir. İnsanları münasibətini dəyişmək, davranışına təsir etmək üçün marketinqdə kreativlik, yaradıcılıq xüsusi yer tutur və tədbiri təşkil edən təşkilatçıya təşəkkür edirik. Xüsusilə marketinq mütəxəssislərinin bu kimi tədbirlərdə çıxışı çox əhəmiyyətlidir və bu tədbirlərin davamını gözləyirik. İnanıram ki, o birisilər də eyni qədər maraqlı olacaq, çünki orqanizatorlara inanırıq.